Salam aleykum və rahmetullah. Deməli, Bəqara surəsi 100-274-cü ayəsində Allah Subhanahu taala sələm, faiz yeyən kimsələr və yaxud da məşğul olan kimsələr haqqında belə buyurur ki, Əlləzinə yəkulunə ribə, yəni sələm, faiz yeyən kimsələr لا يقومون إلا كما يقوم الذي يتخبطه الشيطان من المس. Yəni qiyamət günü qəbirdən şeytan cin vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Zəlikə bi ennəhum qalu, hansı ki onlar faiz yeyənlər demişlər ki, innəməl bey'u mislur ribə, əlbəttə alış-veriş demişlər sələm kimidir. Və əhəllallahul bey'ə, Allah alış-verişi halal etdi. Və harramər ribə, sələmi isə, faizi isə haram etdi. Fəmən cəəhu məv'izətun min rabbihi fəntəhə, kim Rəbbindən bir nəsihət gələr və ona son qoyarsa, fələhu mə sələb, keçmişdə aldığı sələmlər onundur. Və muruhu ilallahi, onun işi isə Allaha məxsusdur. Və mən ədə, kim də yenidən sələmçiliyə, faizə qaydarsa, Rəbbi tərəfindən nəsihət gələndən sonra, fəuləikə əshabun nər, onlar cəhənnəm əhlidir. Hum fiyhə xalidun, onlar orada əbədi qalacaqlar. Yəmhəqullahur ribə, Allah faizi, sələmi məhv etdi. Və yurbis sadəqa, sədəqələri isə artırdı. Vallahu la yuhibbu kullə kəffərin əsim, Allah heç bir günahkar kafiri sevməz. İnnellezine amanu, o kimsələr ki iman gətirərlər, və amilus salihati, yəni salih əməllər görərlər, və qamus salata və atuz zakata, yəni namaz qılıb zəkat verərlər, ləhum əcruhum ində rabbihim, onların əcri mükafatı qiyamət günü Rəbbi yanındadır. Və lə xavfun aleyhim, onlara heç bir qorxu yoxdur. Və lə hum yəhsənun, onlar qəm qüssə görməzlər. Yə əyyuhəl-ləzin əmənu təqullahə, iman gətirənlər, Allahdan qorxun. Və zəru mə bəqiyə minər ribə, sələmdən, faizdən, yəni qalanını, faizi tərk edin. İn kuntum mu'minin, əgər iman gətirmişsinizsə, möminsinizsə. Fə illəm təf'alu, əgər yəni belə etməsəniz, yəni faizlə məşğul olsanız, fə'zənu bihərbin minallahi və rasulihi, subhanallah, Allaha və Peyğəmbərə qarşı hərb, müharibə elan etmişsiniz. Və in tubtum, əgər tövbə etsəniz, fələkum ruusu əmvalikum, sərmayəniz, sələmdən qalan sərmayəniz sizindir. Lə təzlimunə və lə tuzləmun, zülm etmiş olmazsınız və zülm edilmiş olmazsınız. Və in kənə zu usratin, əgər borclu olan şəxs çətin vəziyyətdədirsə, fənəzratun, ona möhlət verin, ilə meysərah, yəni vəziyyəti yaxşılaşıncaya qədər. Və ən təsəddəqu, borcunuzu ona sədəqə olaraq bağışlamağınız xayrul ləkum, sizin üçün daha xeyirlidir. İn kuntum tə'ləmun, əgər bilirsinizsə. Vəttəqu yevmən, qorxun o gündən ki,
qiyamət günündən ki, turcauna fihi ilallah, bütün işlər, bütün əməllər qiyamət günü Allaha qayıdacaqdır. Sümmə tuvaffə kullu nəfsin mə kəsəbə, sonra da hər kəsə qazandığının əvəzi tam olaraq veriləcəkdir. Və hum la yuzlamun, və onlara zülm olunmayacaqdır.